Deməli, belə bir suala baxırıq. Funksiyanın tərsinin tapılmasına aiddir. Deməli, başlayaq. Deyir, və bu ingilis dilində olan bir sual idi. Yəni, AI ilə tərcümə edilib. Yəni, ona görə biraz AI terminlər ola bilər. Ona görə üzrlü sayın. Deməli, bizə belə bir parabol verir. Yəni, belə bir daha doğrusu funksiya verir. Lakin bu HLT, yəni horizontal line test, yəni horizontal xətt testindən keçə bilmir. Çünki niyə? Bütün həqiqi ədədlər üzərində götürülüb. Yəni F R-dən R-ə doğru götürülüb və bu zamanda horizontal line testdən keçə bilmədi. Amma biz belə bir məhdudlaşdırma eləsək, bu zaman bu funksiya olur. Yəni bir cins bir funksiya olur. Və biz bundan istifadə edərək f-1x-i, yəni funksiyanın tərsini hesablamalıyıq. Deməli, bizim funksiyamız bu formadaydı. Fx bərabərdir -2x kvadratı üzərinə gəlsin 12x çıxılsın 10 formasındadır. Fx-də bu arada y də deyə bilərik. Yəni y-imiz budur. İndi funksiyanın tərsini hesablayan zaman x ilə y-in yerini dəyişirik. Yəni y-in yerinə x yazıram. X bərabərdir -2y kvadrat üstə gələk 12 y çıxılsın 10 şəklində. X bərabərdir. İndi bunu sadələşdirək. Yəni tam kvadratları ayırma ilə sadələşdirək. -2-ni çıxarsaq y kvadrat çıxaq 6y. Tam kvadrat olması üçün burada +9. Vuran zaman -18 alınır. Lakin -10 yazılıb. Deməli, bura +8 yazmaq lazımdır. Yəni x bərabərdir -2 vurulsun. Bu y çıxılsın 3-ün kvadratıdır. +8 formasında sadələşdirdik nisbətən. İndi burada y-dən asılı bir şey almalıyıq. Ona görə yazaq. -2 vurulsun y çıxaq 3-ün kvadratı bərabərdir x çıxılsın 8-ə. Bu zaman biz hər tərəfi -2-yə bölsək y çıxaq 3-ün kvadratı bərabərdir x çıxaq 8 bölünsün -2. Biraz daha səliqəli, yəni mənfidən azad edilmiş formada yazsaq 8 çıxılsın x bölünsün 2 formasında olacaqdır. Deməli, indi biz bunu kökə alsaq, bax buna diqqət edin, modul y çıxılsın 3 çıxır, bərabər. Deməli, bu da bərabərdir modulda 8, üzr istəyirəm, kök altda 8 çıxılsın x bölünsün 2-yə. Bizə şərt vermişdi ki, x 3-dən kiçikdir. Deməli, bu zaman x 3-dən kiçikdir. Aha. Deməli, bu zaman bu yer dəyişib çıxacaq. Yəni, 3 çıxar y bərabərdir. Kök altda 8 çıxılsın x bölünsün 2-yə. Buradan y-i tapmağa çalışırıq. Bərabərdir 0-a. Deməli, buradan y bərabər olur. Nəyə? 3 üzərinə gəlsin, kök altda 8 çıxılsın, x bölünsün 2-yə bərabər olur. Yəni, y-də nəyə bərabərdir burada? f-1x-ə, yəni funksiyanın tərsini tapdıq. Deməli, doğru cavab Y variantıdır. Baxın, indi bunun qrafikdən baxsaq, yəni müxtəlif deməli kalkulyatorlardan istifadə edərək görə bilərsiniz. Məsələn, ən çox yayılan Desmos. Baxın, bu fx, yəni mavi rəngdə göstərilən bizim funksiyamızdır və bu da bunun tərsidir. Və funksiya və onun tərsi hər zaman y bərabərdir x-ə görə, baxın burada göstərilib, simmetrik olur. Yəni bu da bu sualın həlli idi.